Hazırladığımız qidalar, salatlar və ya şirniyyatlar bəzən israf olmasın deyə soyuducuda saxlayır, istədiyimiz vaxt istehlak edirik. Mütəxəssislər isə hesab edirlər ki, dəfələrlə qızdırılıb boyat şəkildə yeyilən yeməklər orqanizmdə bir sıra fəsadlara səbəb ola bilər. Ümumiyyətlə, hazırlanan qidalar yaxşı olar ki, masada 2 saatdan çox qalmasın. Xüsusilə toyuq, balıq, tərkibində yumurta olan qidalar, göbələk kimi qidaları qeyd etmək istəyirəm. Bu qidalar növbəti günlərdə təkrar işidilib istifadə edildiyi zaman orqanizmdə ciddi problemlər yarada bilər, belə ki, zəhərlənmələrə gətirib çıxara bilər. Uzun müddət masada qalan qidalar mikroorqanizmlərin inkişafı üçün xoş mühit yaradır ki, bu da arzu olunan deyil. Yaxşı olar ki, qidaları yeyəcəyimiz qədər hazırlayaq və növbəti günlər artıq yeni qidalar istifadə edək. Əvvəlki günlərdən qalan xörəklərdən istifadə istehlakçılar üçün çox vaxt əlverişli ola bilər. Ancaq bəzi qida növləri yenidən qızdırıldıqda insan sağlamlığı üçün təhlükə yaradır. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda xörəklərin qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir.